Salam, hər birinizi xoş gördük. Zehunans YouTube kanalında növbəti verilişimizi çəkirik. Podkastımızın ikinci seriyasıdır. Bugün sizinlə mən Roman və Mən Zat. İnşallah ki, bu gün maraqlı fikirlərimizlə sizi sevindirərik. Həm də ki, qrupumuzun mövqeyi olaraq, yəni bizim tək ikimizin yox, Zehunans Azad Azarkeş qrupunun yəni mövqeyini öyrənmiş olarsınız bizim çıxışımızda. Nizat, gəl qısa bir icmal verək. Ümumiyyətlə bugünkü verilişdə nələrdən danışacağıq, nə haqqında danışacağıq. Başlayarıq mövsümün ilk yarısından, yəni oyunlardan, oyunun nəticəsindən, bizim gözlədiyimizdən, yəni gözləntilərimiz nə olubdu. Sonra keçərik qış hazırlıq planlamasına, yəni hazırlıq necə keçir, harda keçir, hamıya məlumdur təbii ki. Sadəcə olaraq biz də öz fikrimizi deyərik. Ən əsasda, məsələn, belə deyək, ən son oyunlarda baş verən komanda və azarkeş arasında olan bir durumu daha da incələyərik. Bununla da, yəni, məncə başlayaq. Mövsümün ilk yarısını məsələn başlayaq. Sənin fikrin çox önəmlidir. İlk yarıda, yəni gözləntilərin nə idi? Nəticələri necə analiz eləyərdin? Əlbəttə ki, indi biz azarkeş olaraq yəni yanaşırıq məsələyə. Ola bilər ki, nələrsə peşəkar formada yəni dəyərləndirə bilmərik. Bir azarkeş üçün mənim gördüyüm odur ki, komanda əslində heyət olaraq yəni pis deyil heyətimiz. İstər müdafiə xətti olsun, istər yarım müdafiə, laterallar olsun, sağ-sol, hücumçularımız yəni müəyyən səviyyədə yaxşıdırlar, Azərbaycan çempionatı səviyyəsində. Amma çempionat başlayanda onsuz da bilinirdi ki, komanda hansı taktika ilə oynayacaq. Yəni daha garanti taktika ilə də. Yəni bir epizod olur məsəl üçün, qol vurursan daha çox yəni oyunu hesabı saxlamaq oyunu duran. Yəni Berdiyevin daha əvvəl yəni klublarda oynadığı da buydu. Amma ilin əvvəlində bu effekt versə də müəyyən bir mərhələdən sonra xüsusən 3-4 oyundan sonra. 3-4 oyundan sonra mı deyim? Əsasən də ki, bizim çempionluq uğrunda deyək, Avrokubok uğrunda deyək, əsas mübarizə aparacağımız komandalardan oynardı. Komanda çətinlik çəkdi. İkinci planı, B planı yoxdur. Komanda məsəl üçün deyirəm, sabahdan hər iki oyunda istər taktiki olaraq, istərsə də digər fazalarda hamısında rəqibə uduzdu. Qarabağ oyunu əslində pis deyildi. İndi orada rəqibin heyətinin daha belə deyək, Avropaya daha yatqın olması mı deyim, bu səviyyədə oyunları çox oynaması mı deyim, ikinci hissədə yəni önəmli oldu. Həmin oyun əslində pis oynamamışdı komanda. Bir neçə oyun var ki, yəni Turan çətinlik çəkdi. Yəni Qarabağ oyununu başa düşüləndə, amma sabahdan Araz Naxçıvanla birinci oyun olsun. Bu oyunlarda Turan çox zəif oynadı. Neftçi oyununda yəni komandanın oynadığı oyun nə idi? İkinci oyunda biz özümüz də bilmədik. Yəni Əslinə sözünə qüvvət onu deyim ki, keçən sezon məsələn biz güclü komandalara qarşı daha mübariz, daha güclü, daha yəni çalışqan Turan görürdüksə, amma bu sezonun ilk yarısı biz güclü komandalara qarşı hər hansısa bir mübarizə, böyük bir mübarizə Turandan görmədik, təəssüflər olsun ki, bu mənim yəni şəxsi fikrimdir. Bunun da ki nəticəsi olaraq hal-hazırda, yəni ilk yarı başa çatdıqdan sonra qış yəni qış fasiləsinə qədər. Yəni perspektivli bir oyun göstərmədi Turan. Yəni olmadı. Yəni normal bir oyunu olmadı. Mən belə düşünürəm. Mən də elə fikirləşirəm. Sadəcə Turanda bir dənə keçən ildən fərq müsbət və mənfi tərəflərdir. Müsbət tərəf odur ki, Avrokuboklara, yəni bir çox mütəxəssisin də, azarkeşin də dediyi odur ki, hansı ki bu çempionatda qalmaq uğrunda mübarizə aparan komandalardan oyunlarda, yəni Avrokubokların taliyəsində oyunlarda həll olunur. Çünki sən məsəl üçün daha aşağı büdcə, daha zəif heyətli komandalardan oyunlarda xal itirməyəndə, maksimal xal toplayanda Avrokuboklar şansın daha çoxdur. Sadəcə özünlə bərabər olan, sənlə eyni hədəfdə olan komandalardan da ən azından qələbə qazana bilməsən də heç eləməlisən. Məsəl üçün Turan bunları çox çətinlik çəkdi. Bir də ki HSC eləmək, qələbə qazanmaqdan da başqa komandada mübarizə əzmi bəzən olmurdu. Yəni komanda oynadığı oyunu oyunçularla mən qınamıram. Mən açığı bu problemi məşqçi işində görürəm. Məşqçinin belə deyək də düzgün qurmadığı taktika deyim və yaxud da ki nələrsə çatmırdı bilmirəm. Amma rəqiblərlə eyni əzbər oyunu oynayırdı. Artıq azarkeşlər də bilirdi ki, Turan müdafiədən çıxanda artıq top hara gedəcək və hansı formada gedəcək. Ancaq bəli, müdafiədən bir topla çıxırıq ortaya, heç ortaya da çıxa bilmirik. İlk yəni belə deyim,
müdafiədən çıxış sadəcə olaraq uzun pasladır. Uzun pasda hara gedəcək, daha onu bilmək olmaz. Yəni orta sahədə bizdə boşluqlar çox oldu. Orta sahə qabağı topla təmin eləməkdə çox çətinlik çəkdi. Bizim yəni defansımız bəli, yəni ən güclüsüdür deyərdim ki, yəni Azərbaycan Premyer Liqasında, amma orta səviyyənin qabağı topla təmin eləməyi olduqca zəif görsəndi. Bu ilk yəni oyunlarda. Və onu deyim, amma bir şey də var, bizim müdafiə fazasında yaxşıdır. Amma hücuma çıxanda müdafiəçilərin yerlə oynamağı deyək, çox zəifdir. Yəni ya məşqdə işlənilmir, ya da işlənilir oyunçuların o topdan rəftarı. Bəzi oyunçular olur, məsəl üçün çox yaxşı müdafiə tərəfi var. Topa müdaxilələr olsun, mövqe seçimi olsun, yaxşı olur, amma topdan çıxmağa yaxşı olmur. Bizdə məsəl üçün mən fikirləşirəm, bu mənada Hakman, Hurtado, Miller üstüdə bu mənada biraz axsayırlar. Əslində Şəhriyar pasdan çıxmağa yaxşı idi, ötürməklə çıxmağa yaxşı idi. Şəhriyar da bu il təəssüf olsun çox zədələndi. Amma yenə də mən fikirləşirəm, yəqin komanda özü də görür. Mən eşitdiyimə görə müdafiəçisi ilə bağlı komandanın planları var. İndi onunla bağlı daha geniş danışarıq birazdan. Fikirləşirəm ki, əgər komanda mən bu yaxınlarda bir dənə podkast var, orada da baxdıq, izlədik, sənin də izlədiyin bir şey var idi. Hansı ki müzakirə eləmişdik. Azərbaycan çempionatında ən az, yəni pasdan ən çox öz meydanında paslaşan və ən az rəqib meydanında paslaşan komandalardan biri Turandır. Bəli, yəni sondan ikinci yerdə. Hə. Bu da Avrokubok uğrundan mübarizə aparan komanda üçün, yəni çox pis göstəricidir. Pis göstəricidir. Yəni bu artıq hər şeyi göstərir. Ümid edirəm ki, həm məşqçi, həm oyunçular bunun üzərində çalışıb ikinci dövrədə, yəni mövsümün ikinci yarısında daha doğrusu bunu yəni doğrularlar. Çünki biz azarkeşlər də bunu istəyirik, arzuluyuruq. Komandamızın yəni yaxşı mövqedə olmağını istəyirik, arzuluyuruq. Bundan başqa istəyimiz biz azarkeşlər, yəni biz Zexunans olaraq öz yəni daxilimizdə rəy sorğusu keçirdik. Yəni uşaqların hər birinin fikrini öyrəndik və suallarımız oldu ki, yaxşı oyun yoxsa nəticə, yoxsa nəticədən asılı olmayaraq hər zaman Turanı dəstəkləmək və bu barədə istərdim qısa bir, yəni sən də fikrini paylaşardın. Hə, bu barədə bizim qrupun yəni üzvləri arasında belə bir sorğu keçirildi, hansı ki, yoldaşlar bunu hazırlamışdılar. Məncə də bir azarkeş Lərin də yəni özünü önəmli hiss eləməsi və öz fikirlərini deyə biləcəyi bir platforma kimi. Çünki daha sonra bizim sosial şəbəkə hesabımızda da bu paylaşıldı azarkeşlərin. Bu əlbəttə ki, bizim qrupda Zexunans daxil idi, amma yenə də biz hər ehtimalla bunu paylaşdıq ki, bizim qrupun mövqeyi məsəl üçün hamıya eyni fikirləşmir. Bizdə demokratik yəni qrupdur. Ona görə də hərənin bir yanaşması, bir fikri var. Və orada da qrupun hardasa 50-60-70% daha doğrusu yəni iştirak eləmişdi. 3 dənə bu da seçim var idi. Komandanın yüksək nəticə göstərməsi mi vacibdir, baxımlı oyun, yoxsa Turanın varlığı yetər? İndi Turanın varlığı yetər əslində hamı. Yəni, təbii, hər kəs üçün Turanın varlığı yetər. Amma reallığa qaldıqda, məsələn, 2 dənə seçim var idi. Yaxşı oyun, yoxsa nəticə? Hə, mən məsəl üçün öz adıma deyirəm, nəticəni önəmli sayıram, amma müəyyən qədər oyunda olmalı. Əslində mən yaxşı oyunu baxımlı oyunu seçmişdim. Tribunaya gələn azarkeş, tribunaya gələn tamaşaçı komanda uduzsa da olar, amma komandadan yaxşı bir performans gözləyir. Gözəl oyun gözləyir, gözəl mübarizə gözləyir ki, yəni futbola da maraq qatan o mübarizədir. Yəni standart oyunlardan, yəni azarkeşin də gözü yorulur artıq. Ona görə necə deyim, məncə son olaraq yaxşı oyun daha perspektivlidir, nəinki yaxşı nəticə. O da önəmlidir, amma hədəf odursa əlbəttə ki, yaxşı nəticə də yəni əsasdır, yəni komandanın sponsoru. Amma bir paradoks var, yaxşı oyun varsa yaxşı nəticə olacaq. Mən də onu fikirləşirəm. Çünki Azərbaycan çempionatında əgər sən biraz fərqli oyun göstərsənsə, nəticə də gəlir. Digər bir klublarda görürük bunun yəni nümunəsini. Yaxşı oyun oynayıb, yəni oyunçu keyfiyyətimiz də buna imkan verir. Hə, bəzi komandalar ola bilər yaxşı oyun göstərməyə çalışarlar, baxımlı oyun göstərməyə çalışarlar. Oyunçu səviyyəsinə görə yəni çatdırmaz, amma bizim oyunçularımız mən fikirləşirəm ki, kifayət qədər yüksək səviyyədə oyunçulardır. Hansı ki bizim hücumçularımızdan birini, yəni Alexi Yaponiya çempionatının son 3-cüsü. Axırıncı mövsümdə 3-cü yer tutmuş komanda yəni transfer elədi. Bu mənada komandamızda yəni düzdür bu başqa mövzuya keçirik. Bu mənada komandamızın da yəni yaxşı gəliri oldu və fikirləşirəm ki, gənc oyunçulara olan yatırım önəmlidir. Təbii.
Elə mövzu belə davam eləyir. Hal-hazırda komandamız Türkiyədə təlim məşq toplanışındadır və bu təlim məşq toplanışından sonra yanvar ayında 25-də səhv eləmirəmsə növbəti oyunumuz var Sumqayıtdan. Ümumiyyətcə necə deyim, gözləntilərimiz, yəni daha doğrusu gözləntin nədir? Yəni təlim məşq toplanışından sonra məsələn transferlər barədə hər hansı bir məlumatlarımız var, düzdür? Və mənim üçün ən əsas məqam artıq Tavariş, yəni komanda ilə məşqlərə başlayıbdı. Yəni o Tavariş transfer olunandan, yəni mən onun oyununu gözləyən bir adamam. Yəni çünki bizə 2 il bundan qabaq Türkiyədə yenə təlim məşq toplanışında bizə qarşı oynamışdı oyunçu. Keçən il ya 2 il bundan əvvəl dəqiq məndə dəqiq. 2 il bundan qabaq səhv eləmirəmsə, bəli. Və çox gözəl bir oyunçu idi. Amma indi zədələr oldu ard-arda. Zədədən düzdür indi sağalıbdı, amma performansı nə dərəcə olacaq mənim üçün çox maraqlıdır. Amma mənim üçün çox, yəni necə deyim, onu oyunda görmək çox maraqlı olardı. Artıq Sumqayıtla oyunda görmək mənim üçün çox maraqlı olardı. Mən fikirləşirəm yəqin ki, müəyyən səviyyədə bu başa düşülən halda əlbəttə ki, oyunçu uzun müddətli zədədən qayıdıbdı. Oyun praktikası məsələsinə görə nə qədər yoldaşlığı oyun olsa da, fikirləşirəm ki, artıq çempionat başlayan Sumqayıt da, yəni hazırda mövqe olaraq bizə yaxın rəqibdir. Qonşu pillələr sayılır əslində. Çox böyük bir xal fərqimiz yoxdur. Sumqayıtdan oyunda yəqin ki, o ikinci hissədə ən yaxşı halda meydana çıxa bilər. 15-20 dəqiqə oynamağını fikirləşirəm. Amma Tavariş bizim gördüyümüz çıxdığı akademiya, bu tip, yəni adamın karyerasına baxanda bu gözləntilər odur ki, Tavariş Azərbaycan çempionatında fərq yaradacaq oyunçudur. Yəni bu real bir faktdır. Yəni bu oyunçunu Azərbaycana gətirmək həqiqətən böyük bir işdir. Bəli. İnşallah ki, xeyrini də görərik. Hansı İnşallah. Ki, hələ ki görə bilməmişik, amma əlbəttə ki, bu zədədir, heç kəsin istəmədiyi və bəzi şeylərin qarşısını almaq olmur. Bəzən zədələr də olur. Hansı ki, bizim Turan azarkeşlərindən ən sevimli oyuncularından biri Denis Marandiçi keçən çox bədbəxt bir hadisə oldu. Səninlə hətta biz getmişdik, onun görüşünə də getmişdik həmin vaxt. Denis Marandiçi də mən bildiyimə görə, yəni dəqiq məlumat deyil, fərdi məşq eləyir. Komanda ilə fərdi məşqlərə başlayıbdı. Artıq martda hardasa deyəsən komanda ilə məşqlərə başlamalıdır. Mən dəqiq bilmirəm. Yəni yenə deyirəm, bu mənim eşitdiyim, bildiyimdir. Ki bu da sevindirici haldır. Sadəcə Turan üçün yox, Denisin öz şəxsi karyerası üçün. Onun pozisiyasını, onun oynadığı tərəfi valla gələn futbolçular hələ doldura bilməyiblər. Ki böyük beşlik çempionatlarının ikisində oynamış, həm Lyonda, həm Valladoliddə oynamış. Keçən mövsümün sonlarında Valladoliddə, yəni may ayında belə oyuna çıxmış La Liqada. Henrique Silva gəlib ki, bəlkə də indi yenə deyirəm, məşqçinin tapşırıqlarından da çox şey asılıdır. Amma məsəl üçün həmin oyunçu hələ ki o tam effekti vermir. Bəli. Ki onun əks cinahında olan Jorge Silva daha yaxşı reaksiya verir. Məsələn, Turanın sağ cinah müdafiəsində hazırda Jorge Silva kimi bir müdafiəçinin olmağı çox böyük üstünlükdür. Biz azarkeşlər olaraq məsələn bu transferdən çox razıyıq. Yəni mən öz adıma deyirəm və ətrafda tanıdığım, ünsiyyətdə olduğum, komanda haqqında söhbət etdiyim azarkeşlərin də bir çoxu bu futbolçunun məsələn oyundan çox razıdır. Çünki o da fərq yaradır. Bu hansı ki üçlü sistemdə deyək də 3-5 Turan əslində 5-3-2 müdafiə olunanda 5-3-2 hansı ki bəzi azarkeşlər deyək də bunu deyirlər ki, yox 5-li deyil. Müdafiə olanda 5-3-2, hücum olanda 3-4. Açıq bir sual verin. Bu taktiki düzülüşdən nə qədər razısan? Mən açıq üçlü futbola qarşıyam, üçlü müdafiə futboluna. Çünki ortada həmişə bir oyunçu nazı olur. Yarım müdafiədə bir oyunçu nazı olur və lateralların üstə çox iş düşür. Ki bizim məşqçi deyəsən başa düşdüyüm lateralları xüsusən də müdafiə tərəfindən işlətməyə xoşlayır. Çox hücuma meyllənməklərini mən fikirləşirəm ki, məşqçinin tapşırıqdır. Yəni oyunçu peşəkar futbol belədir ki, sən nə qədər texnikalı, nə qədər hücuma meylli oyunçu ola bilərsən də, məsələn Jorge Silva fikirləşirəm o tip oyunçudur. Məşqçi sənə nə tapşırıq verirsə, o qədər sən iş görürsən. Məşqçinin səndən bəzən istəkləri assist eləmək, qol vurmaq yox, müdafiə yönlü gücləndirmək olur ki, bizim fikirləşirəm ki, hazırda Turanda laterallar daha çox bu işi icra edirlər. Fəhləlik tərəfini görürlər. Mən gəl belə deyim, hər birimizin az-çox, yəni şükür futboldan anlayışımız var. Taktiki düzülüşü dəyişsək desəydik. Sənin fikrin məsələn necə olardı? Hansı taktiki düzülüş hal-hazırdakı bizim, yəni Turanımıza daha yəni yaraşardı? Əslində 4-2-3-1 taktikası ya da 4-3-3 kimi taktikalar ola bilər.
bu yəni Turanda iş görəcək işlər taktikadır. Ya da 3-4-3 eləyər. Ən pis variantda üçlünü eləyəndə də 3-4-3 eləmək olar. Sadəcə bizim vingerlərimiz çatışmır. Çünki Turanın heyəti inşa eləyəndə, qurulanda elə qurulub ki, məsəl üçün cinah hücumçusu mövqeyində demək olar ki, bizim oyunçumuz yox idi. Alex bəlkə o mövqedə oynaya bilərdi. Mən eşitdiyimə görə də o mövqe üzrə də deyəsən axtarışlar var. Komandanın həm taktiki düzülüşündə ola bilsin, taktiki düzülüşündə olmasa da oyun anlayışında bir dəyişikliklər olacaq, qısa paslar filan. Bu ümidverici bir şeydir. Yəni biraz açıq olaraq bizim gözlədiyimiz ən azından komandanın 3-4 pası arda-arda verə bilməsidir ki, biz birinci dövrədə demək olar ki, bunu görmürük. Nəinki birinci dövrədə? Keçən sezonda görmədik. Bu il 1.5 ildə deyək ki, əvvəlki məşqçidən yəni narazılıq nə idi? Komanda müdafiə futbol oynayırdı. Mən razıyam. Yeni bir adam gəlməli idi, amma gəlməli deyəni gətirilibdi və fikirləşirəm ki, komanda rəhbəri kifayət qədər güc sərf eləyir. Həm transferlərdə, həm digər məsələlərdə komandaya rahatlıq yaratmağa çalışırlar. Mən keçən dəfə bunu digər bir oyundan sonra da demişdim. Amma bu məşqçi də yəni müdafiə futbolu oynadır. O şərait yaradılsa da hələ də müdafiə futbolu davam eləyir. Təəssüflər olsun. Hə, təəssüflər olsun ki, açığı yəni bu dəqiqə məşqçinin işinə çox qarışmaq da istəmirəm. Hazırda gözləyək də, yəni qış fasiləsini gözləyək. Görək Sumqayıt oyununu göstərir, sonra Qarabağdan oyun var. Qarabağ üçün çətin olacaq. Nəyə görə ki, Liverpool səfərini Anfield Roadda yəni onlar Çempionlar Liqasında oynayıb, daha sonra 2 gün sonra, 3 gün sonra da Turanla oynayacaqlar. Bu Turan üçün bir yəni əslində müəyyən qədər üstünlükdür. Amma Qarabağa qarşı biz heç vaxt zəif oynamamışıq. Hə, Düzdür, yəni udussaq da belə biz hər zaman belə deyim, döyüşkən Turan görmüşük Qarabağdan oyunda. Yəni mənim də istəyim odur ki, o Qarabağa qarşı oynadığımız oyunu biz hər oyunda görək. Bütün rəqiblərə qarşı görək. Bu belə deyim də, yəni bu başa düşüləndi. Biz istəsək də istəməsək də oyunçu psixologiyası deyilən, insan psixologiyası deyilən bir şey var. Qarabağ daha ciddi rəqib kimi qəbul edilir. Əlbəttə digərləri də hörmətlə yanaşırlar. İstər-istəməz oyunçular bunu deməsə də alt şuurda bu formalaşıb ki, Qarabağ Avropada məsələn Chelsea ilə başa-baş oynadı. Bu Qarabağdan oyunda özümü sübut etsəm, daha yaxşı rəqiblərə, daha yaxşı ölkələrin çempionatlarına məsəl üçün gedə bilərəm. Və yaxud da ki elə bu qələbə mənim üçün stimuldur, motivasiyadır. Hər bir oyunçunun bir motivasiyası var. Fikirləşirəm bu Qarabağ oyunu biraz oyunçularda, yəni mən açığı rəqib olaraq bütün rəqiblərə eyni görürəm. Təbii, rəqib olaraq bizim üçün hər biri, yəni eyni rəqibdir. Oyunçularda amma biraz ola bilsin ki, nəsə fərqli bir fikir olsun. Tamam. Keçək ümumi, yəni hadisələrə, bu komandanın belə deyim, azarkeşlərdən olan münasibətlərinə ən əsas da burada vurğulamaq istəyərdim sabahdan oyunu. Sabahdan oyunda, yəni baş verən o proseslər, o narazılıqlar. Amma ondan öncə bizim yəni hər bir oyunda iştirakımız barədə, yəni bir məzmun verək. Biz belə deyək. Hə, bir də ən əsas nə deyəcəydim? Bu rayon səfər oyunlarının iş günlərinə salınması, ara günlərə salınması, ələxüsusda iş saatına salınması. Yəni bu barədə də biraz fikrini öyrənmək istəyərdim. Bununla bağlı açığı mən bir çox yerdə həm liqanı təşkil edən qurumun səhifəsində öz iradımı bildirmişəm. Bir çox yerlərdə hətta jurnalist sosial şəbəkə istifadəçilərində də, yəni onların statuslarında da bunları mən irad olaraq bildirirəm. Mən bir dəfə statistika həyata çıxartdım, səninlə bağlı məlumat vermişdim, yadıma gəldiyi qədər. Sırf baxsaq ki, yəni Turanla bağlı da, Turanla bağlı deyil yəni problem. Problem ümumi Azərbaycan çempionatına bağlıdır ki. Bəli, yəni məsələ odur. Yox, mən yəni o mənada demədim ki, bu sırf olaraq Turanla bağlıdır. Yəni bütün yəni bölgə komandalarının əksər oyunları salınır iş günlərinə, iş saatlarına. Yəni bu da statistikası da var bunun. Bəli, bu da yəni futbola gəlib yəni azarkeşlik etmək, yəni insan üçün çıxılmaz bir vəziyyət yaranır. Yəni adam işlədir, amma belə deyək, sevimli komandası futbol oynayır, bu futbola qoşula bilmir. Ona görə indi məsələn digər komandaların deyək ki, axşam oyun keçirilməsinə müəyyən bir şəraitləri yoxdur, amma Turanın yəni o axşam oyunlarını keçirməyə hər bir şəraiti var. Və ara gündə olsa belə bunu məsələn salmaq olar saat 6-dan sonra, saat 7-dən sonra, saat 8-dən sonra hətta salmaq olar ki, yəni bu futbola gəlib futbola tamaşa eləmək istəyən insanlar sərbəst gələ bilsinlər ora. Roman, belə deyim, bunu da yəni, nəyə bağlayırlar? Bir var aparatına, yəni çatışmamazlıq söhbəti deyirlər. Bir də ki, yəni hansı şey, yəni oyunları yayınlayan yəni şirkət deyək, CBC Sportun
bağlayırlar ki, yəni çəkilişlərdən bağlı nə. Amma bu azarkeşin problemi deyil. Onda yarım peşəkar liqa olduğunu fikirləşirəm ki, bu ola bilər CBC-nin yarım peşəkarlığıdır, ola bilər liqanı təşkil edənlərin yarım peşəkarlığı. Mən azarkeş kimi narazıyam. Mən məsələn bizim qrupun xüsusən də Bakıda yəni olan qrup üzvlərinin bir çoxu hər hansı bir işlərdə işləyirlər. 9-6 iş rejimində işləyirlər bir çoxu da. Yəni biz həftə heç bir oyunlara yəni hər dəfə gedirik. Yəni, gedirik. Ən azından minimum sayda 5 nəfər olsaq belə, 5 nəfər bəli, minimum sayda gedirik ən azından. Ki yəni biz orada bannerimiz açılır, komandamıza dəstək oluruq. Amma daha çox sayda getmək istəyirəm. Əlbəttə ki, mən hər oyunda getmək istəyirəm biraz azarkeş olaraq. Kubok oyunları başa düşüləndi. Kubok oyununda əslində Şahdağdan oyunu saat 2-yə salmışlar həftə içinə. Orada da iştirak etdik. Sumqayıtda, bəli. Bəli, orada da iştirak etdik. Sən və digər yoldaşlarla bir yerdə getmişdiniz. Şəhriyar qardaşımız, bəli. Şəhriyar, Kənan, sən, Abbas, yəni orada oldunuz və digər bir yoldaş. Şamaxıda məsələn biz Karvanla oyuna yenə saat 2-də. Şamaxıda bölgə komandasından oynayırsan, Karvanla oynayırsan, saat 2-də oyun salırlar. Kəpəzlə oyunumuz həftə içi 5-ci gün saat 2-də. Baxırsan ki, bu oyunların hamısı saat özü 2-də salırlar məsələn. Buradan Şamaxıya getmək üçün minimum 2 saat vaxt lazımdır. 5-ci gündə hər dəfə Azərbaycan reallıqları da var da biz hər dəfə işdən icazə alıb belə deyim də oyunlara gedə bilmirik. Mümkün deyil hər dəfəsində icazə almaq təbii. Onu da nəzərə almaq lazımdır ki, azarkeşin bizim gəlir yerimiz deyil. Bəlkə kiminsə gəlir yeri ola bilər. Biz azarkeş olaraq Turandan heç nə qazanmırıq. Turan bizim hobbimizdir və həmişə də belə qalacaq. Həmişə yəni bu çərçivədə saxlayırıq. Yəni biz hər həftə içi oyunda gedə bilmirik. Tovuzun özündəki oyunlarda olsun, ya da Bakıdakı Tovuzda yenə belədir ki, oradakı yoldaşlar düz orada da işləyirlər, iş adamlarıdır. Müəyyən sayda gedə bilirlər. Çünki Tovuzda sahibkarlar da bilirlər ki, Turan bizim yəni belə deyim də miras mı deyim, bizim hobbimiz mi deyim, sevgimizdir. Sahibkarların da bir çoxu Turan azarkeşidir. Orada müəyyən səviyyədə işçilər yəni formalaşıb gedə bilirlər, növbələşirlər, hansısa formada gedirlər. Amma Bakıda daha çox əziyyət çəkirik. Çünki biz Bakıdan çıxan azarkeşlər dediyim kimi yəni işlə bağlı orada problemlərimiz olur. İnşallah ki, bununla bağlı azarkeş iradlarını görərlər. Yəni əgər bu yayımçı quruluşun problemidirsə, onlar özləri bir əncam çəksinlər. Yəni bir peşəkar kanalsansa, peşəkar jurnalistsinizsə, peşəkar şirkətsinizsə bunu həll eləməz. Ya da ki, PFL olsun, AFP olsun, bunlar yəni bir əncam çəkməli. Bu azarkeşin problemi deyil. Təbii ki. Sən azarkeşdən narazılıq o zaman elə bilərsən ki, tribunalarımız boş deyə bilərsən ki, sən hər 6 bazara keyfiyyətli çəkilişlə, keyfiyyətli necə deyim, təşkilatçılıqla çempionat keçirəsən. Onda azarkeşlər belə deyim də, üzr istəyirəm. Onda azarkeşlər belə deyim də, haqsız durumda olarlar ki, gələ bilmir. Amma sən keyfiyyətli çempionat keçirmirsən. Baxıram stadionların elə vəziyyəti olsun, tribunaların vəziyyəti olsun. Bunlar da 80%, 90% boş olur. Bəli. Bu da fikirləşirəm ki, nə qədər olmasa, bəli, müəyyən səviyyədə Azərbaycan çempionatının azarkeşlərin etinasız yanaşması da var, müəyyən bir səviyyədə bəzi azarkeşlər. Amma ümumi götürdükdə, yəni bizim tribunaların boş qalmanın səbəbi oyun saatlarının azarkeş yönümlü olmamasıdır. Bəli. Keçək Tovuz tribunasına. Əsasda bu son oyunumuz sabahdan olan oyun, sabahdan olan oyunda baş verən proseslər. Bir də bir məqam orada ayıraq, azarkeş və tamaşaçı. Yəni bu məsələyə biraz yaxından daha bir fikrimizi bildirək. Azarkeş və tamaşaçı əslində götürük, tamaşaçılar da azarkeşdir. Sadəcə pasiv dəstək var, aktiv dəstək var. Biz azarkeşlər olaraq, azarkeş qrupları olaraq, məsəl üçün, əlbəttə ki, 90 dəqiqə gücümüzün yetdiyi qədər komandamıza dəstək olur. Əlbəttə ki, indi hava şəraitinin fərqi olmadan, hansı formada olur olsun, tribunada bəstələrimiz oxuyuruq. Bizim şəxsən qrup olaraq Tovuz tribunasında bəstə mədəniyyətini əsasən gətirməyə çalışırıq ki, sırf qrupumuz olaraq yox. Tribunanın bir hissəsi, ən azından yan sektorlarımızda başlasınlar bizdən oxumağa. Yəni yavaş-yavaş da fikirləşirəm bunda nail olacağıq. Amma bir çox azarkeş əlbəttə ki, bu sırf Tovuz tribunasında yox, Azərbaycan tribunasının, Azərbaycandakı bir çox bölgələrdə də belədir ki, oturub məsələn baxırlar oyunları, daha çox belə deyim də pasiv izləyici formasındadılar. Qol vurduqda, komanda təhlükəli hücum edildi. Bu tip şeylərdə əsas dəstək olurlar. Bu da başa düşüləndi. Hələ ki Azərbaycanda bu o kultura tam oturub formalaşmayıb ki, bütün tribuna məsələn kimsə gələ ailəsindən orada otura və yaxud da ki dostları otura. Onlar da 90 dəqiqə dayanmadan, yəni dəstəkləməsi hələ ki düzdür. Çünki bizdə fikirləşirəm normal bəstələr neçə ildir var. Yəni
belə deyək də, qədimi bir neçə orada sözlərdən başqa demək olar ki, normal bəstə yox idi. Şəxsən bizim qrup məsələn bu formada, bu yolda çox irəliləyiş əldə eləmişik. Hansı ki, daha əvvəl kompleks olan yoldaşlar var ki, onlar da bu kompleksi itiriblər, yaxşı mənada artıq dəstək olurlar, yaşından, işindən, vəzifəsindən, statusundan asılı olmayaraq. Bizim qrupda məsələn bizim də yaşımız azdır. Hə, Yeri gəlmişkən bizim də yaşımız azdır. 30-dan çox yaşımız var məsələn. Biz də yəni 90 dəqiqə dayanmadan var gücümüzlə çalışırıq komandamızı dəstəkləyək və dəstəkləyəcəyik də təbii ki, bu yəni normal bir prosesdir bizim üçün. Amma bu sabahdan oyunu nəyə görə xüsusi mən qeyd elədim. Sabahdan oyunda yəni tribunadan istefa yəni səsləri eşidildi. Zehunans olaraq biz yəni həmən o etirazda yox idik. O şüarda biz yox idik. Belə deyim. Sadəcə olaraq orada mənim üçün ən yəni vacib məqam komanda uduzanda nə futbolçulardan, nə başqa bir yəni klub daxilindən heç kəs tribunaya yaxınlaşmadı. Bununla bağlı da danışaq. Sən də mən də oyuna getmişdik. Bəli, hətta burada oradaydıq. İkimiz də oyun oradaydıq. günü Bakıdan Tovuza getdik yoldaşlarla. Həmin oyunda bizim də öz etiraz formamız oldu. Biz əlbəttə ki, o şüarın tərəfdarı deyilik. Çünki o biraz bizən qeyri-müəyyən bir kimə məsələn sən bunu ünvanlayırsan azarkeş olaraq biz qrup olaraq elə bir yəni hal-hazırdakı ən azından məsələdə kiməsə onu ünvanlamırıq. Biz sadəcə məşqçinin komandanı aciz formada oynatdığını fikirləşirdik, ona görə məşqçini birbaşa özünə ünvanladıq ki, komanda niyə oynamır filan. Bu tip bir yerində orada improvizasiya elədik özümüz, yəni bəstə şüar fikirləşdik. Bir də ki, əlbəttə ki, oyunun sonunda oyunçuları çağırmağımıza baxmayaraq çox təəssüflər ki, hörmətsizlik oldu. Əlbəttə ki, Turan Azarkeşinə hörmətsizlik oldu. Sırf bizim fan klubdan da söhbət getmir orada. Yəni soyuqda o Azarkeşlər gəlmişdi ki, hansı ki, onların belə deyim də tələbi o nə idi ki, ən azından bir gəlib baş məqsəd udduğun oyun belə bir şey, qalib gəldiyin oyunda kimsə səndən gözləmir gəlsin tribunada, yəni 73 yaşında. Yox, sadəcə olaraq indi məsələ odur ki, qalib olduğun oyunda sən yəni futbolçular zaten yaxınlaşır tribunaya. Hə, amma bu normal bir prosesdir, normal bir gedişatdır. Amma komanda uduzubdur. Yəni biz komandaya sadəcə olaraq şifahi narazılığımızı bildirmək istəyirik ki, biz bu cür oyunu bu cür yəni dırnaq arası mübarizəni bəyənmirik. Bəli. Yəni bizim istəyimiz odur ki, istəyimizdir. yerində canlı biz fikrimizi, yəni futbolçulara deyək, istər Azərbaycan dilində, istər rus dilində, istər ingilis dilində, şükür Allah hər bir dildə, İtalyan dilini bilənimiz də var. Hər bir dildə fikrimizi çatdıra bilərik. Yəni bizə orada tərcüməçi də lazım deyil, heç bir şey lazım deyil. Amma sadəcə olaraq bizi məyus edən məsələ odur ki, 90 dəqiqə heç nəyə baxmayaraq komanda hesabda geridədir. Biz komandanı dəstəkləyirik 90 dəqiqə. 90 dəqiqə bitdi. Komanda üzünü çevirdi, çıxdı getdi. Bəli, heç bir düzdür, oyundan sonra bəzi yerli oyunçular yaxınlaşdılar, sağ olsunlar, hörmət mənasında. Oyundan sonra artıq emosiya da olmuyorsa da elə. Yəni yaxınlaşdılar oyundan sonra həmən bitdikdən sonra komandanın yaxınlaşması Azarkeşə az da olsa təsəlli eləyər. Təsəlli verər Azarkeşə ki, yəni bu oyun alınmadı, gələn oyun inşallah. Mən belə bu prizmadan baxıram bu məsələyə. Məşqçinin hətta orada bir açıqlaması olub oyundan sonra. Mən Azarkeşlərin fikrinə önəm vermirəm. Bir şey deyim ki, yəni məşqçi də bilsin, kimlərsə əgər fikirləşirsə ki, məşqçi düzləyir, onlar da bilsin ki, Azarkeşin fikri əlbəttə ki, önəmli. Xüsusən Turan kimi Azarkeşi olan cəmiyyədə önəmlidir. Əgər biz Azarkeşlər olaraq təhqir eləsək, mən onu qəbul edirəm ki, təhqir istənilən halda, istənilən mübahisəli halda, istənilən yəni vəziyyətdə qəbul olunan bir şey deyil. Amma tənqid normal. Etik kodeksdən qırağa çıxmaq. Amma tənqid eləyən Azarkeşə, mən Azarkeşə fikrinə hörmət eləmirəm demək, birbaşa komandada olan hər kəsə hörmətsizlik. Əl-əxsusda Turan Azarkeşinə. Turan Azarkeşinə. Yəni onu da qeyd edim ki, Azarkeş olaraq biz onu bağışlamayacağıq yəni. Yox, Turan cəmaəti o növbəti bir mövzumuzdur. Yəni Tovuz cəmaəti olduqca, yəni futboldan anlayışları çox güclüdür. Mən də fikirləşirəm. Yəni və mən elə düşünürəm ki, o oyunda olan etirazlara qarşı hər hansısa bir xırda mübarizələr başladı və o mübarizələri mən heç cürə dəstəkləmirəm. Məncə Tovuz tribunasına kimsə qıraqdan nəsə bir ağıl verəcək hələ ki bir dərəcədə deyil. 30
ildən çox bizim Turan Azərkeşdən, sırf Turan Azərkeş olaraq stajı var və Azərbaycanda 1914-cü ildən yəni Tovuzda futbol olub. Yəni təzə yaranmayıb. Yəni ki, yəni fikirləşək ki, Tovuzda Azərkeşlərin futbolundan başlayacaq. Futbolu 5 ildir, 3 ildir görüb Tovuz Azərkeşləri dediyim kimi. Bu mənada istənilən səviyyədə bilirlər. Hansı ki, bu Azərkeşi çərçivələmək olmaz. Azərkeş Heç bir halda. Azərkeş hansı şüar verirsə, çıxıb onu demək lazım deyil ki, Azərkeş bunu niyə elədi belə. Azərkeşin təbii hal təhqir eləmirsə, Azərkeşi istəyə bilməz sən Ən bunu eləmə. qlobal variantını götürək, Azərkeş 12-ci oyunçudur. Bəli. Yəni Azərkeş müəyyən bir mütəxəssisin görmədiyi bir nələrisə görə bilər. Azərkeş, yəni haqlı tərəfdən təhqir olmadan hər bir tənqidi komandaya verə bilər. Əgər hər hansı bir qərəzi yoxdursa. Bəli. Təbii ki, yox. Kimsə başqa məşqçi planı varsa, o ayrı məsələdir. Ona görə də yəni yekun olaraq bir daha mən də sənin fikrinə qoşuluram ki, Azərkeşi hər hansısa bir çərçivəyə salmaq və yaxud sən bunu səhv eləyirsən, sən bunu düz eləyirsən, bunu belə eləsən daha yaxşı olardı, bunu belə eləməsən daha yaxşı olardı kimi fikirlərə heç yəni müsbət yanaşmıram mən. Bir də bir şey də deyim, bu bəzən sosial şəbəkələrdə görürük, ilin əvvəlində Araz Naxçıvan oyundan sonra da olmuşdu. Hansı ki, baş məşqçi bir yanında qalar. Kimlərsə Yunus Hüseynovu. Ən maraqlı məqamlardan biri odur mənim üçün də. Yəni qarayatma mı deyək, nəmi deyək, məqsədli mi deyək. Düzdür. Yəni köməkçi məşqçilər ola bilər. Köməkçi, yəni məşqçidir, amma niyə onun üstünə gedildi bu qədər? Hələ baş məşqçi dura. Hələ o davam da edir. Sosial şəbəkələrə baxsaq, yəni açıq-aydın bir şəkildə, yəni açıq-aydın şəkildə biz bunu görürük. Mənim üçün də çox maraqlı bir məqam budur. Kiminsə yəni bir fikri varsa, şərhlərdə də bunu yaza bilər. Yəni biz bəlkə bilmədiyimiz, görmədiyimiz hansısa tərəfi varsa yazsınlar. Yəni biz Azərkeş olaraq bizə maraqlıdır. Şəxsən məni narahat eləyir ki, bu nə məsələdir məsələsi. Təbii. Deyirəm, keçək artıq bizim öz gördüyümüz işlərə. Yəni vaxt da çox getməsin. Baxan tamaşaçılar üçün də darıxdırıcı olmasın. Nə qədər problem. Keçək öz, yəni gördüyümüz işlərə. Biraz kef açıcı məsələlərə keçək. Yəni planlarımız nədir? Hansı nailiyyətlərimiz var? Yəni 1 il deyil bizim fəaliyyətimiz, hələ 1 il tamam deyil. Keçən mövsüm sonlarına. Amma bəli, çox gözəl nailiyyətlərimiz var. Onlar barəsində biraz. Bax, qrup olaraq bir şey deyim ki, bizim qrupun bir çox üzvləri tribunada nəyəsə görə artıq aktiv iştirakdan uzaq düşmüş, motivasiyasını müəyyən səviyyədə itirmiş. Oyunlara gəlirdilər əlbəttə ki, elə sənin özün olsun, bir çox yoldaş. Tribunada olurdular əlbəttə ki, hər oyun. Sadəcə aktiv dəstəkdən uzaq idilər. Yəni sıradan bir tamaşaçı kimi. Amma biz qrup olaraq bunu daha sonra müzakirə eləyib, bəzi məsələləri götür-qoy eləyib, bu qrupun yaranmasını təşkil edərək Tovuz tribunasına canlanma yaratdıq. Hansı ki, bu qrupa qoşulan üzvlər burada azad bir platforma kimi bayaqla dediyimiz şeyləri, yəni hamısını əlbəttə ki, məsləhətli şəkildə qrupun kodeksindən qırağa çıxmadan, qrupun ideyaları çərçivəsində öz sözünü deyə bilir. Hər kəs bərabər hüquqlu azərkeşlər olaraq. Yəni bizim ən birinci bacardığımız iş budur. Tovuz tribunasında bir platforma verdik ki, sən öz fikrini deyə bilərsən, sən sərbəstsən. Yenə deyim, təhqirsiz formada. Bu bir. Bundan başqa biz bir il ərzində çox işlər gördük, forma sifarişləri verdik, ikimizin də geyindiyimiz formalar, şərflərimizin sifarişləri oldu, daha sonra atributlar. Hudilərimiz də var, hətta hudilərimiz də var. Yəni bəli, onların haqqında çox. Başqa hudilər heç, başqa da sürprizlərimiz olacaq. Onlar haqqında demirik, bu azərkeşlərə də maraqlı olsun, sürpriz olsun. Bundan başqa biz həm Tovuz üçün ayrıca, həm Bakıdakı yoldaşlar üçün ayrıca, yəni bütün atributlardan eynisini sifariş verdik. Məsələn, bayraqlarımız olsun, barabanlarımız olsun, bannerlər hər ikisində var. Bundan başqa Sakit Aliyevin, komandamızın çempion kapitanının 60 illiyi ilə bağlı biz bu il qərar verdik ki, 60 illiyi idi. Bununla bağlı ilin sonuna qədər onun posterini həm Tovuzda çap elətdirildi, Tovuzda var, həm Bakıda var. Yaşar müəllimin, rəhmətli Yaşar Sultanovun posterini biz çap elətdirdik. Bundan başqa təbii, yəni Azərkeş posterimiz var. Klubumuz üçün belə deyim, yaxşı iş görən hər kəs bizim üçün hər zaman dəyərli olacaq. Hər zaman, yəni bu danılmaz bir faktdır. Bir də bizim məsələn belə deyim, bəstələrimiz barəsində, məsələn, yeni bəstələrimiz var, yeni bəstələrimiz çoxdur. Futbolda mənlə düşünürəm, bəstə nə qədər çox olarsa, yəni tribunanın bəzəyidir bəstə. Tribunanın bəzəyidir. Yəni tribuna daha gözəl olar.
Bəstələrimiz kifayət qədər var, yeniləri də var. Yəni Hətta tribunada vaxt qalmır onu oxumağa. sadəcə belə vaxt azlığından, 90 dəqiqə azlığından, yəni o biz bəstələrimizin hər birini təəssüflər olsun ki, yəni Hər ortaya oyun qoya istifadə bilmirik. edə bilmirik. Məsələn, yeni layihələrimiz barəsində bu podkast layihəsi yeni bir layihəmizdir. Artıq bu ikinci verilişimizdir bizim. Oyundan sonra, məsələn, hər oyundan sonra müxtəlif azarkeşlərdən bizim video rəy toplantı, yəni toplanması olur. O da yəni bizim sosial şəbəkələrdə paylaşılır. Və ən əsası belə deyim, bəlkə də Azərbaycan tarixində, yəni milli fan klublar arasında bir ilkə bir imza atmış olmuşuq. Bunu da yəni şəxsən təbrik edirəm bu nailiyyətə görə. Biz Tovuz rayonunda futbol quzu keçirdik və çox maraqla qarşılandı açığı. Yəni hətta mən özüm belə gözləmirdim bu cür nə, yəni maraqdan qarşılanacağını. Hansı ki çox hazırlığımız yox idi ilk turda. Bəli, bir həftə ərzində, səhv eləmirəmsə bir həftə ərzində biz bu plana fikrə gəldik. Bir həftə Bunun ərzində. sonunda Bakıda yoldaşlarla görüşdük, özümüz üçün sadəcə. Bəli, Bayram bəli. qabağı Bir görüşdük, fikir söhbət olaraq etdik. hamı fikri dəstəklədi. Bir həftə, maksimum 10 gün ərzində biz bu layihəni ərsəyə gətirdik. Orada da sağ olsun rayondakı bəzi yoldaşlar, sahibkarlar da yəni bizə dəstək oldu. Həm məkanın sahibi, orada digər yoldaşlardan da yəni dəstək aldıq. Tural müəllimdən, Tural doktordan da dəstək aldıq. Yəni heç sahibkar olmayıb, yəni qrupumuzun üzvü olan yoldaşlar məsəl üçün fiziki olaraq orada yəni bizə təşkilatçılıqda dəstək oldular. Məkan özü də yəni bizə dəstək oldu. Çox maraqlı oldu. Hər biri sağ olsun. Hər biri sağ olsun. Və maraqlı oldu və onu da deyək ki, qeyd eləyək ki, bu davamlı olacaq və turnir yeni bir şəklinə quizimiz, salacaq. bəli, fevral ayında artıq yəni düşünürük ki, fevral ayında yenə bir quiz keçirək. Daha maraqlı, daha yaxşı hazırlaşmış. Yəni Sırf Tovuzu da yox, bölgəni biz yəni hədəfləyirik ki, bölgədə Turan azarkeşi. Yox, mən Tovuzda keçiririk, yəni deyirəm, o Turan baxımdan. azarkeşi olmayan yoldaşlar da yəni Tovuz üçün fərqli bir yəni layihədir. Tovuzda gənclərin, futbol azarkeşlərinin öz vaxtlarını daha yaxşı keçirə biləcəyi bir yəni layihədir. Biz hansı ki dediyim kimi, bunun ilk təşkilatçılığında çox vaxtımız olmamışdı, amma daha indi mütəşəkkil formada hazırlaşırıq. Daha yeni turlarımız var. Yəni hər kəs maraqla gözləsinlər. Fevral, mart, aprel, may, yəni bu bizim planımızdır. İnşallah sağlıq olsun. Yəni hər şey qaydasında getsə, hər şey yolunda olsa, bu planımız var və Tovuz üçün edirik əlbəttə ki, bunu Turan azarkeşi üçün edirik, bölgə üçün edirik hətta. Çünki Azərbaycanın ən çox futbola meyilli bölgələrindən biri Qərb bölgəsidir. Şəmkirdir, Yəni 3 çempion Tovuzdur, olan bölgədir. Gəncədir. Yəni 3 çempion olan bölgədir. İndi bizim üçün doğma komanda əlbəttə ki, Turandır, amma digərlərində olması bizim üçün fəxrdir. Tribunamız üçün, rayonumuz üçün, bölgəmiz üçün fəxrdir ki, rəqiblərimiz var, maraqlıdır. Quizdə dediyim kimi, mənim özüm də gözləmədiyim sayda, yəni 3-4 gün içində yığdığımız say, gördüyümüz diqqət ki, çox böyük bir reklama vaxtımız olmamışdı. Elanı verdik, elandan Qısa bir, iki gün getdi birində, reklam. ayın Bəli. birinin ya ikisi biz elan verdik, ayın üçündə də elə quizi keçirdik və mən fikirləşirəm ki, çox da yaxşı oldu iştirakçılardan, iştirakçı olmayıb, sonradan xəbər tutan yoldaşlardan geri dönüşlər oldu. Onlar da növbəti quizdə bizdən bir yerdə olmaq istəyirlər, bir yerdə əylənmək istəyirlər. Bu çox gözəl yəni plandır. İnşallah ki, bir yerdə Zehonans olaraq bunda Hətta öhdəsinə gələcək. sonra daha sonra biz bu quizləri Bakıda da təşkil edə bilərik. İnşallah. Əsas Mümkündür. Əsas mümkündür. yəni çətini birinci idi, birinci Honans müvəffəqiyyətlə olan yəni yerdə. oldu, hər şey gözəl oldu, hər şey gözəl, yəni bitdi. Hamının marağı artdı bu məsələyə. Ona görə gələcəkdə artıq düşünürəm ki, məsələn Bakıda da keçirməyimiz yaxşı Bir olar. yerdə yəni Zehonans varsa, bir yerdə bizim birliyimiz, bizim qrupun yoldaşları, üzvləri, əziyyətləri varsa, orada qeyri-mümkün deyilən bir plan yoxdur. Biz Tovuz tribunası üçün, Turan üçün çox şeylər eləyə bilərik. Hər kəs əlini çünki daşın altına qoyur. İndi hərə müəyyən Yetər səviyyədə ki, yox, sadəcə müəyyən olaraq sferə yetər ki, bizi düzgün anlasınlar. Bəli, əlbəttə ki, yəni şükür artıq mən fikirləşirəm, hamı düzgün anlayır. Yenə də ola bilər Yox, əgər kimlərsə məsələn- olmadığımız yerlərdə nəsə danışırlar, amma Kiminsə sualı varsa, kiminsə nəsə bir bizim fəaliyyətdən bağlı bir qaranlıq məqam varsa. qaranlıq məqam varsa, biz şəxsən özümüzdən maraqlana bilər. Bəli, məni Tovuz tribunasında şəxsən mənim özümü deyirəm, bir çox adam tanıyır. İstər əlaqə nömrəm var, istərsə sosial şəbəkələrimiz var. Fan klubumuzun səhifəsi var, həm YouTube-da, Instagram-da, Facebook-da, hamısında, TikTok şəbəkəsində var. Yəni kimin nəsə sualı, iradə olsa, orada yəni gözləyə bilərik, mesajlarını yaza bilərlər. Və yaxud da ki, fiziki olaraq rayonda görürlər bizim üzvlərimizi, Bakıda görürlər, yerimiz bəlli, yurdumuz bəlli. Nəsə sualları olsa, hardasa oturduqları yerdə yox, elə gəlib özümüzdən də soruşa bilərlər. Bizim alnımız açıqdır, yəni verə bilməyəcəyimiz cavab yoxdur. Yəni elə bir sual yoxdur, biz onun cavabını verə bilməyirik. Mən elə fikirləşirəm.
Bəs gələcək planlar, Gələcək qarşıda bizi nələr gözləyir, nə kimi bir işlərimiz var? Qısa bir. İndi bəzi planlar dediyim kimi qoy sürpriz olaraq qalsın. Çünki bir yerlərə yazmışıq. Bir yerlərdə qoy qalsın, istifadə olunmasın. İnşallah ki, onları da gələcəkdə biz eləyəcəyik. Amma qoy sürpriz olaraq qalsın. Amma tribunada əlbəttə yeni bəstələrimiz olacaq, yeni atributlarımız olacaq. İnşallah ki, bu havaların və deyək də mən fikirləşirəm Azərbaycan Tovuz tribunasının xüsusən o əsas belə parlayan vaxtı mart ayından sonra da havaların yəni isişməsindən bizim də tribunamız bizim üçün nə qış qar fərqi yoxdur. Qış qardır, soyuqdur, yağışdır, heç birinin fərqi olmadı. Yəni getdiyimiz oyunların hansı birində gün çıxdı? Heç birində. Zirədə 2 putka ilə atılmışdıq. Bəli. Oturmamışıq daha doğrusu. Düz deyil, o arada oyunun həyəcanı olur, 2 putka olur heç nə, köynəksiz. Amma yenə də bacardığımız qədər yəni komandamızın arxasındayıq. Bizim keçən dəfə Babək demişdi, bizim tənqidlərimiz konstruktivdir. Yəni bizim sözlərimizi heç kəs başqa yerə çəkməyə çalışmasın. Çünki bu yaxşı hal alınmır, yaxşı düzgün də çıxmır. Yəni əgər hamımızın hədəfimiz Turanlısa, Tovuz tribunasıdırsa, əlimizi daşın altına qoyanda bilməliyik ki, bir-birimizin fikirlərinə, gördüyümüz işlərə hörmətlə yanaşmalıyıq. Bəli. Dediyim kimi, Nizat, bizim yəni məqsədimiz Tovuz tribunasının inkişafıdır və biz özümüzü necə deyim, müasir bir azarkeş kimi görürəm. Yəni yeniliyə açıq, daha çox improvizasiya eləyən, tribunada yerində nələrsə eləyən. Mən başa düşürəm sən nə demək istədin, ona görə davam eləmək istədim. Yəni biz qrup olaraq gördüyümüz işlərin hamısı əlbəttə ki, Tovuz üçün, Turan üçündür. Fikirləşirəm ki, daha yaxşı işlər görəcəyik və sayımız da daha da artacaq. Bizim işlərimiz olduqca, bizim necə deyim, tribunadan kənar gördüyümüz işlər olduqca, deməli bizə yeni azarkeş işlər də qoşulacaq, yeni yoldaşlarımız da qoşulacaq və heç bir şeyi kompleks eləməməyə çalışsınlar. Yavaş-yavaş bu kulturanı da inşallah ki, inkişaf elətdirəcəyik. Kimlərinsə əgər bizim fan kluba, bizim azarkeş qrupuna bir marağı olarsa, sual olarsa, qrupumuza qoşulmaq istəsələr, həm sosial şəbəkə hesablarımızda, elə YouTube podkastının şərh bölməsində ola bilər və yaxud da ki, TikTokda, Facebookda, Instagramda bizim mesajdan müraciət edə bilərlər. Biz məmnuniyyətlə gözləyirik. Çünki Zehonans sadəcə 20, 30, 40, 50 hazırdakı yəni sayımız qədər 70 nəfər, 80 nəfər üçün deyil. Zehonans bütün Turan tribunası üçündür. Özünü Turan azarkeşi sayan, Turan üçün nələrsə eləmək istəyən, tribunanın inkişafına dəstək olmaq istənilən bir şəxs və yaxud da sıfırdan tribuna təcrübəsi olmadan tribunada hər bir kəsə, yəni hər bir kəsə açıqdır. Yəni bizim qapılarımız hər bir kəs qoşula bilər. Mən fikirləşirəm ki, Nizat, düşünürəm gözəl bir, yəni bizim bir belə deyim, verilişimiz alındı. Veriliş deyək də artıq buna. Sadəcə olaraq vaxt baxımından düzdür, biz yəni bir yerdə oturub bunu saatlarca, hətta davamlı günlərcə biz bu barədə danışa bilərik, amma vaxt yəni mövzusu var. Podkastın müəyyən bir yəni vaxtı olmalıdır ki, bunu izləyən tamaşaçı da yorulmasın bəli və növbəti bir podkastda hazırlaşmış kimi olsun. Mən də təşəkkür edirəm tamaşaçılara bura kimi izlədiyiniz üçün. İzlədinizsə rəylərdə açıq şəkildə fikrinizi bildirə bilərsiniz. Yəni dediyimiz kimi, artıq dəfələrlə vurğuladığımız kimi, hər bir yəni şərhə tam belə açıq şəkildə istənilən bir şərhi cavablandıra bilərik. Diqqətiniz üçün təşəkkürlər. Gələn görüşlərə qədər.